Yanvarın İsyan Davliyev Hava Tədqiqatları Mərkəzinin model proqramlarının yenilənmiş məlumatların təhlilərinə əsasən yanvar ayının artıq 17-ci gün ikinci yarısından başlayaraq Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin yenidən kəskin dəyişilməsi gözlənilir. Xəzər dənizindən daşınan rütubətli hava axınları, yəni Xəzər siklonları ilə şimal-şərqdən daxil olması gözlənilən Sibir tipli soyuq havanın və Qara dənizdən daşınan rütubətli hava axınlarının Qafqazın cənubunda bir-birlərinin toqquşması fonunda yanvar ayının 17-ci axşamdan 18 yanvar günün birinci yarısına qədər olan müddət ərzində Qafqazın Cənubi Azərbaycan arasında mürəkkəb hidrometeoroloji prosesinin baş verməsi gözlənilir. Nəticədə xüsusilə də Xəzər dənizinə yaxın şərq rayonlarında, Böyük Qafqazın şimal-şərqində, xüsusilə də Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qaf, Oğuz, Qəbələ, Şimali, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz, Dağlıq Şirvanda, eyni zamanda Gəncə, Qazaxda və Kiçik Qafqazın Daşkəsən, Gəlbəçə, Əbuzər, Şuşa, Xankəndi, Zəngəzur, Zəngilan və Naxçıvanın Sədərək, Ordubad, Şahbaz ərazilərində və Cəllabad, Masala, Lənkəran, Asar, Yarımlı və Lerişdə və Mərkəzi Aranın Yevlax, Gürdən, İmişli, Ağzəbədi, Zərdab, Beyləqan ərazilərində və Sabirabad, Saati, Salih, Neftçala, Biləsuvar rayonlarında yağıntıların yanvar ayının 17-ci axşamdan 18 yanvar gündüz saatlarına qədər olan müddət ərzində, günün birinci yarısına qədər olan müddət ərzində yağıntıların intensiv və güclü olması, Mərkəzi Aranda sulu qar yağması, xüsusilə də Azərbaycanın dağıtı və dağlıq kəndlərində intensiv və güclü xarakterli qar yağması gözlənilir. Ən güclü qar Böyük Qafqaz rayonlarında, xüsusilə illərdə Böyük Qafqazın şimal-şərqində və Dağlıq Şirvanda gözlənilir. Eyni zamanda Bakıda bu proses yağışın sulu qarla müşahidə edilməsinə səbəb olacaq. Lakin Bakıda yerdə qar örtüyünün əmələ gəlməsi ehtimalı zəifdir. Bu proses nəticəsində xüsusilə də Azərbaycanın dağıtı rayonlarında qarın intensiv və güclü olması fonunda bir sıra ərazilərdə fəsadların yaranması ehtimalı var. Yanvar ayının 18-ci axşamdan yanvarın 19-u günün birinci yarısına qədər olan müddət ərzində Qafqazın Cənubi Azərbaycan arasında yağıntılarda qısa fasilə gözlənilir, lakin artıq növbəti proses nəticəsində yanvar ayının 19-u günün ikinci yarısından başlayaraq yanvar ayının 20-si gün ərzində və yanvarın 21-i günün birinci yarısına qədər olan müddət ərzində Qafqazın cənubunda hava şəraitinin yenidən kəskinləşməsi, arabir qar yağması, qarın intensiv olması gözlənilir. Artıq yanvar ayının 19-u günün ikinci yarısından başlayaraq növbəti prosesin nəticəsində Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin yenidən kəskinləşməsi yanvarın 19 günün ikinci yarısından yanvarın 20-si gün ərzində və yanvar ayının 21 günün birinci yarısına qədər olan müddət ərzində Azərbaycanın Böyük Qafqaz rayonlarında, Dağlıq Şirvanda, Kiçik Qafqazda, Gəncə, Qazaxın dağıtı ərazilərində, Naxçıvanın dağıtı ərazilərində, eyni zamanda və Cəllabad, Yardım Leş, Aslan dağ kəndlərində qarın intensiv və güclü olması, yanvar ayının 20-si günün birinci yarısında, hətta Mərkəzi Aranda belə qısa müddətli qar örtüyünün əmələ gəlməsi ehtimalı var. Yanvar ayının 20-si, xüsusilə də günün birinci yarısında yağıntıların intensiv və güclü yer aramsız yağması gözlənir. Nəticədə yanvar ayının xüsusilə 20-sində Azərbaycanın dağıtı rayonlarındakı qarın intensiv güclü yer aramsız və şiddətli yağması fonunda bir sıra dağıtı ərazilərdə problemlərin yaranması ehtimalı yüksək qiymətləndirilir. Bu proseslər fonunda artıq havanın temperatürünün aşağı enməsi dağıtı ərazilərdə avtomobil yolunda buzlanmaya səbəb olacaq. Xüsusilə də qarın intensiv güclü şəkildə yağması ehtimalı var. Nəticədə bir sıra dağıtı ərazilərdə elektrik xəttlərində problemlər yarana bilər, telekommunikasiya sistemlərində problemlər yarana bilər. Xüsusilə də qarın ağır yağması fonunda bəzi ərazilərdə ağacların da qırılaraq müəyyən fəsadlara səbəb olması ehtimalı var. Bu ehtimalları nəzərə alaraq qabaqları tədbirlərin görülməsində fayda var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Avropanın İsyan Davliyev Hava Tədqiqatları Mərkəzinin superkompüter modellərinin yenilənmiş məlumatların təhlillərinə əsasən yanvar ayının 17-ci 18-də Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin kəskin dəyişilməsi, Azərbaycan dağıtı rayonlarında arabir sulu qar və qarın yağması, qarın intensiv olması ehtimalı var. Bu müddət ərzində Bakıda yerdə qar örtüyünün yaranması ehtimalı zəifdir, sulu qar yağa bilər. Yanvar ayının növbəti proses nəticəsində yanvar ayının 19-u gündüzdən yanvarın 20-ci gün ərzində və yanvar ayının 21-ci günün birinci yarısına qədər olan müddət ərzində Azərbaycan arasında hava şəraitinin yenidən kəskin dəyişilməsi, arabir sulu qar və qar yağması, qarın intensiv və güclü olması ehtimalı var. Azərbaycan dağıtı və dağlıq ərazilərində qarın intensiv və güclü olması ehtimalı var. Lakin Bakı-Abşeron Sumqayıt ərazisində yanvar ayının 19, 20 və 21-də yerdə qar örtüyünün əmələ gəlməsi ehtimalı yoxdur. Bakıda yanvarın 19 axşam 20 və 21 günün birinci yarısında sulu qarın yağması ehtimalı var Bakıda. Növbəti proses nəticəsində yanvar ayının xüsusilə də artıq
24'ü, 23'ü, 24'ündən sonra yanvarın yəni sonlarına doğru və fevral ayının birinci həftəsi ərzində Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin yenidən tez-tez kəsin dəyişilməsi ehtimalı var. Bu prosesə səbəb isə yanvar ayının artıq 23'ü, 24'ündən sonra növbəti atmosfer prosesləri nəticəsində troposferin yuxarı orta və aşağı qatlarından, yəni troposferin demək ki, bütün qatlarından sinoptik prosesin nəticəsində Sibirdən, eyni zamanda Arktikadan davamlı olaraq soyuq hava şüalarının tez-tez Qafqazın Cənubi Azərbaycan arasında müdaxiləsi gözlənilir. Nəticədə yanvar ayının 24-25-dən başlayaraq yanvar ayının sonları, hətta fevral ayının birinci həftəsinə qədər olan müddət ərzində ola bilsin ki, Qafqazın cənubunda soyuq hava davam etsin və bu proses bir qədər güclü soyuqlarla müşahidə edilə bilər. Havanın temperatürünün ümumilikdə yanvar ayının 3-cü 10 günlükdə və fevral ayının birinci həftəsi ərzində Qafqazın Cənubi Azərbaycan arasında havanın temperatürünün çoxlu ciqilin olmasına yaxın və bir qədər aşağı enməsi ehtimalı var. Hətta yanvar ayının 3-cü 10 günlüyündə ayrı-ayrı günləri bu prosesin daha da kəskinləşməsi fonunda havanın temperatürünün çoxlu ciqilin olmasından qısa müddətdə bir xeyli aşağı enməsi ehtimalı var. Yanvar ayının 3-cü 10 günlük ərzində Bakı-Abşeron-Sumqayıt ərazisində güclü qar yağması ehtimalı var. Yerdə qar örtüyünün əmələ gəlməsi ehtimalı var. Çünki yanvar ayının artıq 24-ü və 25-dən sonra münbit sinoptik şərait nəticəsində həm Arktikadan, həm də Qərbi Sibirdən davamlı olaraq bir neçə soyuq hava dalğasının, yəni tez-tez ardıcıl olaraq soyuq hava dalğalarının Qafqazın Cənubi Azərbaycan arasında müdaxiləsi fonunda ümumilikdə yanvar ayının 3-cü 10 gününün sonlarına qədər və fevralın birinci həftəsinə qədər olan müddət ərzində Qafqazın cənubunda hava şəraitinin tez-tez soyulması, eyni zamanda Mərkəzi Aran və Bakıda da yanvarın 3-cü 10 günlüyündə bəzi günlərdə qar örtüyünün əmələ gəlməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq.